Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size bir başka boş kondisionerinin pultunun istifadə qaydasını göstereceğim. E, Bu kondisionerin on-off yani yandırıp söndürme düğmesi yandırdıqda bu işarə əmələ gəlir. Söndürdükdə isə o işarə yox olur. Kondisionerin rejimlərinin dəyişilməsi üçün burada bir mod düyməsi var. Biz hər dəfə o mod düyməsinə basdıqda bir sonraki rejimə keçmiş olur. Hal-hazırda kondisioner avto rejimdədir. Soyutma rejimi, qurutma rejimi, isitmə və fan rejimi, yəni ventilator rejimi, sərinkeş rejimi. İnsanların əksər hissəsi kondisionerdən sadəcə soyutma məqsədləri üçün istifadə edirlər və bu pultu qoymaq, videolarını qoymaqda da məqsədimiz onlara kömək etmədir. Çünki onlar 2 ay yayı kondisionerdən istifadə edirlər. Bundan sonra təxminən 10 ay istifadə etmədiklərinə görə adətən kondisionerin istifadə qaydası yadlarından çıxır. Belə olduqda onlar YouTube'a girirlər və öz kondisionerlərinin adını yazdıqdan sonra bu videoları tapa bilirlər. İndi biz mod düyməsini 2 dəfə basacağıq və burada qar dənəci işarəsi gələndə kondisioner soyutma rejiminə keçmiş olur. Və soyutma rejimində ən çox verilən suallar odur ki, hansı temperatura kondisioneri ayarlamaq lazımdır? Biz burada deyirik, ən azı 22, yəni 22-dən az ola bilməz. 23-24, yəni 22 ilə 24 arasında Azərbaycan Respublikasında ayarlamaq daha uyğundur. Bəzi isti ölkələrdə isə bir qədər yuxarı ayarlana bilər. Demək, soyutma rejimində əgər biz elektrik enerjisini qənaət etmək istəyiriksə, o zaman 24, 25, hətta 26 dərəcə ayarlaya bilərik. Bəzi adamlar olur ki, onların soyuqdan xoşu gəlmir və yaxud elektrik enerjisini qənaət etmək istəyir, o zaman 25, 24, 25 dərəcə ayarlamaqda yarar vardır. Kondisionerin fanının sürətini dəyişmək üçün fan düyməsindən istifadə olunur və bu kondisionerdə bir neçə sürət var. Hər dəfə bu fan speed düyməsi basıldıqda bir sonraki rejimə keçirik. İndi basırıq. Bu aşağı sürətdir. Orta sürət, yuxarı sürət. Bir daha basdıqda burada bir işarə gəlir və bu da avto sürət deməkdir. Yəni sürət avtomatik olaraq kondisioner tərəfindən seçiləcəkdir. Bəzi vaxt elə olur ki, həddindən artıq hava soyuq olur və daha doğrusu bəzi vaxt elə olur ki, həddindən artıq isti olur və evimizin tez bir zamanda soyudulmasını istəyirik. O zaman soyutma rejimində turbo düyməsini basmağımız bizə bəs edir. Belə olduqda kondisioner təxminən 15 dəqiqə ərzində, bəzi kondisionerlərdə hətta yarım saat ərzində turbo rejimində, yəni ən yüksək sürətlə işləyir və soyutma rejimi güclənir və bu halda 15-20 dəqiqə və yarım saat işlədikdən sonra o rejimdən çıxır. Yenidən turbo düyməsini basıb bu rejimdən çıxmış oluruq. İndi isə digər rejimlərə keçirik. O düyməsini bir daha basanda burada 3 su damcısı işarəsi gəlir. Bu işarə kondisionerin demək qurutma modu, yəni dry qurutma modu işarəsidir və bu modda kondisioner evdə olan nəmi azaldır. Bir daha mod düyməsini basanda burada bir günəş işarəsi gəlir və insanların böyük bir qismi isitmə demək rejimindən istifadə edirlər. Bu isitmə rejimində ən əsas olan nədir? Temperaturu, yəni əlbəttə ki, siz 24-25 dərəcədə ayarlaya bilərsiniz. Amma ən azı 26 dərəcə və ondan yuxarı ayarlamaq lazımdır ki, kondisioner aşağı hissəni, yəni evin aşağı hissəsini isitsin. Çünki isti hava yüngül olduğuna görə yuxarıda dayanır. Və bu isitmə rejimində demək ən vacib olan məsələlərdən biri fan sürətinin avto rejimə qoyulmasıdır. Əgər bu fan avto rejimə qoyularsa, o zaman kondisionerin fanı, kondisionerin mikroprosesor, yəni elektron platanın mikroprosessoru tərəfindən seçildiyinə görə kondisioner daha verimli işləyəcək və çöl hissəsinin donması yalnız havanın temperaturu sıfıra yaxınlaşdıqda baş verəcəkdir. Bunu etmək üçün əlbəttə bayaq da göstərdik. Fan düyməsini basırıq. Burada aşağı sürət, yuxarı sürət, orta sürət, yuxarı sürət. Bir daha basıqda burada bir üçbucaq işarə gəlir və bu da onun avto sürətdə olduğu anlamına gəlir. Biz mod düyməsini bir daha basanda burada ventilator işarəsi gəlir. Yəni bəzi vaxt elə olur ki, nə soyutma, nə isitmə istəyirik. Sadəcə üzərimizə
havanın vurulmasını istədikdə ventilator kimi biz kondisionerdən istifadə edə bilirik. Bir daha mod düyməsini basanda burada belə bir işarə gəlir. Bu avto rejimin işarəsidir. Bəs bu avto rejim nədir? Avto rejim onun üçündür ki, biz tutaq ki, evimizdə temperaturun daimi 25 dərəcədə olmasını istəyirik və burada avto rejimdə 25 dərəcə ayarlayırıq. Bəzi kondisionerlərdə bu ayarlama mümkün deyil, bəzi bu kondisionerdə isə mümkündür. Yəni, əgər biz 25 dərəcəyə ayarlamışıqsa, havanın temperaturu 25 dərəcədən yuxarı olanda kondisioner soyutma rejimində, aşağı olanda isitmə rejimində olacaqdır. Biz indi mod düyməsini bir daha basıb, demək, soyutma rejiminə qayıdırıq və soyutma rejimində deyək ki, bilərəkdən və yaxud bilmərəkdən temperaturu 21-22 dərəcəyə ayarlamışıq. Halbuki biz bilirik ki, 22 dərəcədən aşağı temperaturda kondisionerin ayarlanması soyuq dəyməyə səbəb ola bilər. Niyə görə? Çünki kondisioner daimi ventilatorla işləyən bir cihazdır və soyuq hava kütləsini birbaşa bizimlə təmas etdirir. Həm də yay vaxtı biz daha yüngül adyallarla yatdığımıza görə bu soyuq dəyməyə səbəb ola bilər. Yaxşı, bəs bu problemin aradan qaldırılması üçün istehsalçılar nə fikirləşirlər? Burada bir silip düyməsi var, yuxu rejimi. Biz bunu basdıqda burada bir ay və qarşısında da 3 ulduz işarəsi gəlir. Bu rejimdə kondisioner 2 saat sonra temperaturu 1 dərəcə qaldıracaq 23 dərəcəyə, bir neçə saatdan sonra yenidən 1 dərəcə qaldıracaq və 24 dərəcə çatdıracaq və dolayısıyla bizim xəstələnməyimiz inşallah olmayacaqdır. Bu rejimdən çıxmaq üçün yenidən silip rejimini düyməsini basmaq lazımdır. Kondisionerin üzərində displey işığı olur və bu işıq bəzi adamlara mane ola bilir və bu düymənin köməyi ilə həmin o displey işığını biz yandırıb söndürə bilirik. Əgər sizə mane olursa söndürə bilirsiniz, amma sizə lazımsa yandıra bilirsiniz. Kondisionerin jalüzlərini yuxarı aşağı hərəkət elətdirmək və yaxud hər hansı bir vəziyyətdə dayandırılması üçün swing düyməsindən istifadə edilir. Bu kondisionerin saatı var və saatın qurulması üçün clock düyməsindən istifadə edilir. Clock düyməsini basırıq və deməli saatımız yanmağa, sönməyə başlayanda, məsələn, saatı deyək ki, indi gecə saat 1-dir və saatı 1-ə qururuq. Bundan sonra yenə eyni düyməni basırıq. İndi saatımız qurulub. Yəni, bundan sonra biz timer rejimini işlədərkən demək ki, kondisionerimiz düz işləyəcək. Burada gördüyünüz AM, yəni günortaya qədər demək. Yəni gecə saat 00-dan günortaya qədər olanda AM, günortadan gecə saat 00 olanda PM olur. İndi məsələn biz istəyirik ki, kondisionerimiz demək ki, səhər saat 5'də sönsün. Yəni yerimizə uzanmışıq, istəyirik ki, səhər saat 5'də sönsün. O zaman timer düyməsini 2 dəfə dalbadal basırıq və burada timer off gəlir və sonra temperatur düymələrinin köməyi ilə biz kondisionerimizi 5'ə ayarlayırıq. Bundan sonra əlimizi uzaqlaşdırırıq. Bir neçə dəfə yanıb söndükdən sonra ekranda timer off gəlir. Yəni səhər saat 5'də bizim kondisionerimiz söndürüləcək və artıq yəni biz rahat yata biləcəyik. Bu rejimdən çıxmaq üçün cancel, yəni iptal etmə düyməsini basırıq. Və yaxud kondisioneri söndürürük, işə gedirik və istəyirik ki, yəni səhər saat 8'də gedirik, istəyirik ki, axşam saat məsələn 6'da kondisionerimiz işə düşsün, biz də saat 7'də evə qayıdacağıq və o vaxta qədər evimizi soyutsun. Timer düyməsini basırıq. Və bundan sonra burada biz deməli nə etməliyik? PM6 yazılana qədər saatı deməli düyməni basırıq. PM6 olanda əlimizi demək uzaqlaşdıracaq. Bəli. Bir neçə dəfə yanıb söndükdən sonra burada timer 10 görünür. Burada ən yəni pis cəhəti bu pultların odur ki, burada həddindən artıq yəni balaca hərflərini yazılıb. Hətta mən gözlük taxmağıma baxmayaraq oradakı hərfi güclə görürəm. İndi kondisionerimiz axşam saat 6'da, yəni PM 6'da işə düşəcək və biz evimizə gələndə artıq evimiz soyumuş vəziyyətdə olacaq. Bu rejimdən çıxmaq üçün yenidən cancel, yəni iptal düyməsini basırıq. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Əssəlamu aleykum.